Ekran görünür uşaqlar. Buyurun başlayaq. Eşidirəm uşaqlar, buyurun. 2 var mən. 5 var. 2. Hansı cümlələrdə həmciz mübtədalar söz birləşməsi ilə ifadə olunub deyirsə, birinci olmalıdır mübtəda, sonra olmalıdır həmcizlik, sonra da olmalıdır söz birləşməsi. 3 məsələyə diqqət yetirmək vacibdir. Baş tərəfdəki stolun üstünə şüşə qablar, əlvan kağızlardan hazırlanmış gül dəstələri düzülmüşdür. Düzülmüşdür nə? Qablar. Qablar, gül dəstələri. Həmciz mübtədalarımız budur, amma qab sadəcə isimli ifadə olunub, ismi birləşmə deyil. Cümlədə şüşə, qab, söz birləşməsidir, ismi birləşmədir. Amma birinci təyin söz birləşməsi və ya yəli hal şəkilsiz yaranmış söz birləşməsi olduğu üçün bu nümunələr təhlildə ayrı-ayrı götürülür. O zaman söz birləşməsi, cümlə üzvün ifadə vasitəsi olmur. Bu qayda belədir. Biri çıxırıq uşaqlar. A getdi, B getdi, Y getdi. Kitab oxumaq, yeni biliklər əldə etmək insanı inkişaf etdirir. Nə edir? İnkişaf etdirir xəbər. Nə inkişaf etdirir? Kitab oxumaq bu bir, yeni biliklər əldə etmək bu da 2. Mürəkkəb mübtədamız söz birləşməsi ilə ifadə olunub və 2 dənə də olduğu üçün həmcinslikdir. Deməli, bunu götürürəm mən. Sonra bunlardan savayı kiçik qızına Təbriz xalçası və aynalı paltar şkafı da göndərmişdir. Nə etmişdi? Göndərmişdi xəbər. Kim göndərmişdi? O. Bu cümlənin mübtədası ümumiyyətlə buraxılıb. 3-ü də çıxanda cavab qalır 2, 4, 5. Niyə 4, 5? Daha nə Novruz bayramı, nə də yeni il Səriyə xalaya xoş gəlmirdi. Səriyə xalaya xoş gəlmirdi. Nə? Novruz bayramı, yeni il. Amil mübtəda nə ilə ifadə olunub? Mübtəda Novruz bayramıdır mənim isim. Mübtəda ifadə vasitəsi İsmi birləşmədir mənim. ismi birləşmə və yaxud da uşaqlar Mürəkkəbat. mürəkkəbat. Bəli, biz mürəkkəbatları da ismi birləşmə formasında hesab edirik. İsmail, işlədin testi? Bəli, müəllimə, təkrar işləmişdim deyə, səhvim 2 dənə. Təkrar işləmişdin? Bəli, bu əvvəldə işləmişdim. Əvvəl deyəndə bir həftə əvvəl keçər. Həm yeni şəhərlərdə olmaq, həm də yaxşı istirahət etmək onun planında çoxdan vardı. Vardı nə? Şəhərlərdə olmaq, yaxşı istirahət etmək. Məsələ tərkiblər mübtədadır. Cavabımız 2, 4, 5. Əsas məsələ buydu ki, şərt səndən nə istəyir? Həmcinslik 1, mübtəda 2, söz birləşməsi 3. Bunu qabart. 3-ünü də tətbiq et. Sonra 5 var idi. 5-ə qədər var? 5 mənim. 3. Yalnız sual intonasiyasının köməyi ilə yaranmış sadə sual cümləsi. Yenə də. Artıq biz bir mərhələli testlərdən çıxmışıq uşaqlar. Sabah imtahanda sizə məsəl üçün sual əvəzliyi ilə yaranmış cümləni seç deyə bir tip sual soruşmayacaq. Bu artıq sadə, tamam sadə hesab olunur. 2-3 mərhələli testlər gəlir. Sual intonasiyası ilə yaranmalıdır və sadə cümlə olmalıdır. Sadə cümlə. Əhməd sənin xeyrinə çalışır, sənə canı yanır. Çalışır Əhməd, yanır, sənə canı yanır, yenə də Əhməd canı yanır, onun canı yanır, yəni. Deməli, yalnız sual intonasiyası. Sual cümlələri ümumiyyətlə sual əvəzliyi, sual ədatları və sual intonasiyası ilə yaranır. Burada da çalışır xəbər, intonasiya iləndir. Amma kim çalışır? Əhməd çalışır. Sənə canı yanır. Bu tərəf şəxsi cümlədir. Şəxsi cümlə olanda da yenə mürəkkəb cümlədir. Bunu sildim. Məgər Tükəzban xala tək yaşayır? Yaşayır xəbər kim? Tükəzban xala. Sonradakı burada məgər sual ədatı. Bəs məgər, yəni mi? Ona görə də sildim. Məsələn, C-ni oxumuram, nə edir? Sual əvəzliyi olduğu üçün dəniz sildim. Yoxsa o da qardaşı kimi atasının yurduna boş qoyacaq. Burada kimi qoşmadı. Yoxsa nədir uşaqlar?
Bax, bu söz nə götürək burada? Moda. Bəli, Sual danışan ədatı. cümlə münasibət bildirir. Nəticədə bu cümlə atasının yurdunu boş qoyacaq kim? O. Sadə cümlədir. Bir qrammatik əsası var və nə əvəzlik var burada sual əvəzliyi, nə də sual ədatı var. Ona görə də Dəniz cavab D-dir. Niyə bəs Y olmaz? 2 gün öncə Kürün qırağında onu gördüyümü söyləsin. Gördüğünü mü demek? Hə, bəli, bu sual ədatı. Bəli, ona görə olmazdı. Sonra ismi birləşmə işlənmişdir. İsmi birləşmə işlənmişdir. 4 kimin səhvidir? Zəhmətin işlənməmişdir deyir. Nigar, sən demişdin 4-ü. Bəli. İndi dəftərini açırsan və qeydini mütləq surətdə tutursan. Zəhmətin üstün gəlmədiyi dıq üstəgəl mənsubiyyət. Nədir bu? Feili sifət. Feili sifətin mənsubiyyəti bu onun özünə məxsus bir göstərici şəkilçisidir. Qarşısında yiyəlik hal olduğu üçün yiyəliklə dıq üstəgəl mənsubiyyət birləşəndə o başqa nümunələrdə yiyəlik mənsubiyyət ismi birləşməyə çevrilir. Qaydası bura aid deyil. Bu ancaq feili birləşmə kimi qalır. Məsəl üçün, zəiflərin faciəsi ismi birləşmədir. Zərurəti seçmək çətinlik. Zərurəti seçmək bura qədər məstər tərkib 1 olur. Çətinliyi bu da 2 olur. İkinci nöqtəli söz birləşməsi kimi. İnsanların düşməni 3-cü növdür. Yiyəlik mənsubiyyət. Böyük müəllim söz birləşməsidir. Şagirdlərini, bütün şagirdlərini, bütün şagirdlər, məsəl üçün bu da ola bilər. Böyük müəllim, araya ədat artırıla bilər, yəni əlavə oluna bilər. Cavabımız olur A variantı. Çünki burada ismi birləşmə deyil, bu feili birləşmə. Dıq üstəgəl mənsubiyyətlə yaranan feili sifət tərkiblərinin qarşısında yiyəlik hal olarsa, İsmail nə olur? Necə Normal mən bilmirəm. Mübtəda Niyə orada. necə İsmail fikrin hardadır? Mən yox eşitmədim. Niyə? Yavaş danışırdım. Diqqətin məndə olsun. Mama da yazıb mesaj indicə səni tapşırır. Diqqətin məndə olsun. Və mama da yazıb. Bax, bu gün ancaq səninlə işləyəcəm. Aydındır. Bəli. Amin, nə dedim indi? Mən A variantı nəyə görə olmadı? Orada Gəlmədiyi mənim ona Amini başa düşmədim. mənsubiyyət var da mənim orada. Mənsubiyyət olanda daha yaxşı. Mənsubiyyət varsa ismi birləşməyə aiddir də bu. Dıq üstəgəl mənsubiyyət olduğu üçün, feili sifət olduğu üçün olmur. Dıq üstəgəl mənsubiyyət. Dedin Amin, mən mənsubiyyəti eşitdim. Dıq üstəgəl. Mənsubiyyət. Hə. Çünki tək mənsubiyyət olsa, o ismin birləşmənin olsa göstəricisidir. Dıq üstəgəl mənsubiyyət feili sifətin şəkilçisi olduğu üçün bu feili sifət sayılır və yəni feili sifət tərkib sayılır. Yəni feili birləşmə sayılır. Elsəvər, necə yazdın testi? Azərbaycan dili yaxşıdır, ədəbiyyatda səhvlərim var. Nə qədər yaxşıdır? Açıqlarda bir dənə rəqəmə görə səhvlərim vardı, ona da diqqətlə baxanda düzəltdim. Yaxşı. Hansı cümlədə zaman zərfi işlənmişdir? Fərqan, zaman zərfi deyir, zaman zərfliyi demir. Zaman zərfləri nə hansı sözlərdir? Gecə, gündüz, bugün, sabah, sırağa gün, iniş il, bildir, qabaq, əvvəllər mənasında, əvvəl, sonra. Bax, belə nümunələrə baxmalısan. Deyir, imtahandan 2 gün sonra. Nə zaman? İmtahandan 2 gün sonra zaman zərfliyidir, amma zərf deyil. İmtahan isimdir, 2 saydır, gün isimdir, sonra qoşmadır, nəticə isimdir, açıqlamaq feildir. Morfoloji baxımdan bu belədir. Yaz aylarında nə zaman sualına cavab versə də ismi birləşmə zaman zərfliyidir. Nəticədə yaz isim, ay isim. Aydın da Fəqan nə demək istədim, necə gedir? Babam deyərdi ki, əvvəllər. Nə zaman? Əvvəllər. Cavabımız bu olacaq, bəli. Kitab oxuyanda nə zaman feili bağlama tərkib zaman zərfliyidir. Axşam vaxtı nə zaman ismi birləşmə yeni zaman zərfliyidir. İsmi birləşmənin as tərəfi zərf ola bilər. Biz sənə zərf tək başına istəyir. Morfoloji vahiddən sual gələndə tək-tək baxın, diqqətlə baxın. Sonra uşaqlar. 9 var məndə. 9 var. 7 var məndə. 7-də deyir ki, Nərmin, Bəli, məndə. uyğunları istəyir Nərmin bizdən.
Mərd özündən bilər, namərd özgəsindən bilər, yəni. Burada xəbər ixtisara gedir bu tip cümlələrdə. İndi doğrudur və yanlışdır. Bax, bilər xəbər, kim bilər? Mərd bilər. Bu tərəf ixtisar hesab olunur. Xəbər ikinci tərəfdə adətən yoxdursa, bu tip cümlələr ixtisar cümlələr hesab olunur. İxtisar. Həmcüz Və belə cümlədir. Necəsi? ellipsis deyirlər belə cümlələrə. Bəli, sözlərin və çəkicilərin ixtisarı ellipsis adlanır. Az ol. Ona görə də bu həmcins sayılmır uşaqlar. Bilər mərd, bilər namərd. İkinci tərəfin xəbəri ixtisar olunanda o mürəkkəb cümlənin xəbəri təkrar olunduğu üçün ixtisar olunur. Dilə yoruculuq gətirməsin deyə. O həmcinslikdən sayılmır. Deməli, bu yanlışı doğruya verib, üst-üstə düşmür mənim fikrim. Bizdən nə istəyirdi? Baxdım, yadımdan çıxdı, 2 dəfə baxdım. Uyğun istəyirdi, hə. Sintaktik əlaqənin hər iki növü var. Sintaktik əlaqə nə deməkdir uşaqlar? Tabelilik və tabesizlik əlaqəsi. Tabelilik cümlə üzvləri və tabeli mürəkkəbdə olur. Tabesizlik həmcins üzvlərdə və tabes mürəkkəb cümlənin tərəflərində olur. Mən burada baxanda cümlə üzvlərində cümlə üzvünə görə həmcinslik görmədiyim üçün cümlə üzvünün həmcinsliyi olmayanda tabesizlik burada yoxdur. Bəs cümlənin növü mərd özündən bilər və namərd isə özgəsindən bilər. Bu tabes mürəkkəb cümlədir. Tabes mürəkkəb cümlədirsə, bu cümlə ilə bu cümlə arasında tabesizlik əlaqəsi var. Oxun istiqamətini hər iki tərəfə doğru qoymaq lazımdır. Onsuz da cümlədə mübtəda var, tamamlıq var, xəbər var. Mütləq ki, onlar arasında da nə var? Tabelilik əlaqəsi. Deməli, 2 doğrudur, götürürəm doğruya doğru. Cümlə üzvlərinin hamısı bir-birə sintaktik əlaqə girmişdir. Tamamlıq mübtəda ilə sintaktik əlaqədə olmur. Bu səhv doğruya verib. 1 ilə 3-ü çıxaq, 1 ilə 3-ü çıxaq, cavab 2, 4. 2-ni götürmüşəm, niyə 4? Tün qara hərflə verilmiş sözə əsasən cümlədə ixtisarın olduğunu müəyyən etmək olar. Tamamlığa görə biz bilmirik ki. Biz tamamlığa görə bilmirik. Yanlış ona görə yanlışdan götürürsən. Biz mübtədaya görə və yaxud buradakı mübtədaya görə deyə bilərsən ki, bu mübtədanın xəbəri budur. Bu mübtədanın xəbəri ixtisar gedib. Cavab 2, 4. Bəs 5, 2 qrammatik əsası var. Bu doğrudur. Çünki tabes mürəkkəb cümlə idi. Aydındır. Doğrudan doğru, yanlışdan yanlışı seçdik. Evet. 4'ü bir de izah edeyim. Yaxşı, bir dəqiqə görüm kimlər burada. Fatimə işlədin. Bəli, müəllim işlədim. Nəsəssiz dayanmısan. Dəftərini göndərməmisən. Göndərmişəm müəllimə, baxın. Hə. Hə, göndərmişəm. Hə, gördüm. Görməmişdim, gördüm. Mesajlardan alta düşmüşdüm. Yaxşı, 4 burada tün qara hərflə verilmiş sözə əsasən cümlədə ixtisarın olduğunu müəyyən etmək olar. Bu cümlədə ixtisar var. Bax, burada dedim ha, Xəbərdə. bu xəbərə əsasən mən təxmin edirəm ki, burada var, burada da təkrar olduğu üçün ixtisar olub. Yəni, bu tamamlığa görə yox. İxtisar adətən eyni üzdən təkrar olduğu üçün ixtisar olur. Yəni, eynisindən nəzərən biz götürə bilərik. Sonra uşaqlar. 9 müəllim. 2. 9. Hansı sözlər cümlədən çıxarılsa, cümlənin sintaktik təhlil sxemi dəyişməz. Ona görə də olduğu kimi əvvəl təhlil etməliyik. İndi onu ən çox sevindirən, şübhəsiz dostların onu hələ də unutmaması idi. Esiver, bu cümləni təhlil et. Burada indi onu ən çox sevindirən şübhəsiz ki, dostlarının onu hələ də unutmaması idi. Dostlarının unutmaması idi, nə? Onu ən çox sevindirən nə zaman indi? Orada şübhəsiz ara sözdür, yəni sintaktik sxemə dəxli yoxdur. Sonra çox sevindirən orada fe'l sifətə tabe olduğuna görə, yəni olsa da, olmasa da say dəyişmir. Onu da elə bir ki, tərkibin arasında da dostlarının unutmaması arada olduğuna görə onu da yəni heç cümlə üzvü sayılmır da, arada gedir. Onu da yəni çıxarsa çox dəyişiklik olmur. Deməli, sintaktik təhlilimiz nədir? Fe'li sifət tərkibi olacaq mübtəda.
və dostlarını unutmaması ismi birləşmə yiyəlik mənsubiyyət olduğu üçün biz harda cümlədə yiyəlik mənsubiyyət varsa uşaqlar bir sətrin o başına biri sondadırsa mütləq onu tapıb birləşdirməlisiniz. Araya daxil olan sözlər sizi çaşdırmasın. Cümlə mübtəda xəbərdən ibarətdir. Sitaki təhlil sxemi dəyişməz. Məsəl üçün, fe'li sifət buradadırsa, fe'li sifətin solunda verilmiş nə nümunə var? 1 var, 2 var. Bunlar olsa da olmasa da fe'li sifət olduğu üçün mübtədadır. Və ismi birləşmənin əsas aslı tərəfi götürdükmü? Daxilindəki sözlər 6. Bunlar 100% heç bir təhlil dəyişməyəcək. Sonra fe'l nədir bu? Modal, ara söz. Olsa da olmasa da cümlənin təhlili dəyişməyəcək. 4. Bir də ola bilsin ki, bəzi nümunələrdə ismi birləşmənin aslı tərəfi olmasın, əsas tərəfi olsun, orada da təhlil dəyişməz. İndi, məsələn, sevindirən unutmaması idi. Bax, hamısını çıxarsam nümunələrin sevindirən unutmaması idi. Yəni, onun unutmaması idi. İsmi birləşmənin asıl tərəfini çıxara bilərsiniz. Əsas tərəf orada olduğu müddətcə bizim müstəqil üs kimi götürmək hüququmuz, haqqımız çatır. Nəticədə 5-i də buraya yazıram. Qalır 1, 2, 4, 5, 6. Cavabımız B variantı. Aydındır. Əsas tərəflər cümlədə qalır, çünki onlar müstəqil cümlə üzvünü yaradır. Aslı tərəfləri çıxara bilərsiniz. Araya daxil olan sözləri çıxara bilərsiniz. Sonra qrammatik cəhətdən cümlə üzvünə əlaqədar olmayan sözlər, xitab, ara sözlər. Ara söz nədir? Modal yəni. Köməkçi hissələrinin hamısını çıxara bilmərsiniz. Təhlil dəyişər. Birdən sual gələr ki, köməkçilərin hamısını cümlədən çıxarsaq, yenə nəsə dəyişməz? Dəyişər. Düzdür, ədatı çıxarsaq, bəzən nəsə dəyişər, bəzən nəsə dəyişməz, məzmununa görə baxır. Amma ara sözdə heç vaxt dəyişiklik olmur. Burada da təməl olaraq əsas məsələ əsas tərəfi saxla, qalanları çıxar. Sonra 22 var. 22-yə qədər çox var hələ, 11 var əvvəlcə. Mürəkkəb adlarla bağlıdır. Deyir ki, yazılışında səhv yoxdur. Yazılışında bir səhv var, yazılışında 2 səhv var. Azərbaycan Respublikasının Maliyyə Naziri. Nazir kiçik yazılmalıdır. Azərbaycan Respublikasının Maliyyə Naziri. Əslən nazir, Respublikamızda nazir çoxdur da, Respublikaya məxsusdur. Maliyyəni də kiçiklə yazaq, nazir də kiçiklə yazaq. Budunun hüquq fakültəsi, bu arada fakültə sözünün yazılışına baxın. BDO-nun abreviaturaya uyğun, bax Dövlət Universitetinin yox, BDO-nun hüquq fakültəsi, fakültə, burada heç bir problem yoxdur. Nə edirəm onda? Yazım, sonra fikrimiz qarışmasın. Bu heç yoxdur, yazdıq bura, düzdürmü? Heydər Əliyev adına hərbi institut, hərbi institutumuz uşaqlar ölkə tabeliyində bir dənədir. Ona görə də adına kiçik yazılacaq, o birlər hamısı böyük yazılacaq. Burada nəticədə 2 səhv sayılır, onda mən bunu da C-ni də 3-ə yazıram. Dövlət qulluğunda fərqlənməyə görə medal. Heç bir problemimiz yoxdur. Dövlət qulluğunda fərqlənməyə görə dırnaqda verir. Medal adları, jurnal adları, əsər adları, bunlar dırnaqda yazılmalıdır. Bura yazdıq. BDAC deməli bu qaldı o zaman bir səhvə. Humanitar siyasət məsələlər şöbəsi. Burada siyasət balaca yazılmalıdır. Bəli. Siyasətin böyük yazılmağına heç bir əsasımız yoxdur. Qutardı. Bura. 2021-ci ilin cavabını B, D, Y, A, C. A. Bəli, A variantı. 2021-ci ilin mürəkkəb adlarla bağlı orfoqrafik qaydaları var. Məncə onu mən sizə göndərmişəm, dəqiq ki də göndərmişəm. Arxayın olmayın ki, biz ondan çox işləmirik. Sual ola bilər. Əgər burada probleminiz varsa, yaxşı olardı bir nəzər salasınız. Sonra uşaqlar 15 var müəllim. 12. gələnlərin çoxu bir çox məsələləri müzakirə edir. 7 gözəl əsərinin təhlilə maraqlanırlar cümləsindən hansı norma pozulmuşdur?
Gələnlərin çoxu, mənim mübtədam təkdədir. Mübtəda təkdədirsə, bir sıra bir çoxdan sonra cəm qaydası yerindədir. Gələnlərin çoxu müzakirə edir. Bu da təkdədir. Həm də Müzakirə 7 gözəl da kiçik olmalıydı da. 7 gözəlin yığısı kiçik olmalıdır. Bu fonetik normadır. 7 gözəlinlə maraqlanırdılar, yox. Dedim axı mübtədam təkdədir. Mübtədam təkdədirsə xəbərim tək olmalıdır. Uzlaşma pozulub, bu da qrammatik norma. Söz səhv yazdı fonetik, uzlaşma pozulub, qrammatik cavab A variantı. Leksik normada bir problem yoxdur. Sonra Gələnlər çoxu Müəllim, şey, 13-ə cəmi baxa bilərik. İsmail, mən səni başa düşmədim. İsmail, nəsə dedin, anlamadım. Mən deyirəm ki, gələnlərin çoxu, yəni orada cəmdir. Yəni ki, gələnlərin çoxu maraqlanırdılar. İsmail, Oldu. gələnlərin çoxu məzmun baxımından cəmdə olmağı ola bilər. Bu ismi birləşmədir. İsmi birləşmənin aslı tərəfi cəmdir. Əsas tərəfə görə biz hərəkət edirik həmişə. Əsas tərəf təkdirsə, xəbər tək olmalıdır. Əsas tərəf təkdirsə, bu ismi birləşmə təkdə hesab olunur. Uşaqların 5-i, uşaqların 1-i, uşaqların hamısı, tipli nümunələrin az tərəfi uşaqlar cəm olsa da, biz az tərəfə görə getmirik. Əsas tərəfə görə. Əsas tərəf təkdirsə, xəbər tək, cəmdirsə, cəm. Başa. Ən çox normada, qrammatik normada ya inversiyanı salırlar, ya bir sıra bir çoxu sayılardan sonra gələn isim qaydası var, onu salırlar, ya da bu tipi salırlar. Birləşmənin az tərəfini cəm edib, əsası təkdə qoyub, xəbəri ona müvafiq verirlər. Uşaqlar da çaşmayın, bu qaydaları yaxşı yadda saxlayın. 13. Doğrular istəyir bizdən. Gözəlsiz bir zindan Gülşənə bənzər. Siz nə gözəlsiniz, yollar, ay yollar. Gözəlsiz və Gülşən sözləri quruluşca və qrammatik mənasına görə biri-birindən fərqlənir. Quruluşca. Gözəlsiz sifətdir. Gülşən, nədir bu? Nə istəyirdi bizdən? Doğru, bunun işarəsini qoymaq lazım. Tez-tez unduram mən bunu. Deməli, bu düzəltmədir. Siz leksik şəkildə Gülşən sadəcə kökdən ibarət. Deməli, quruluşuna görə fərqlənir, bu düzdür. Qrammatik mənasına görə gözəlsiz sifətdir. Gülşən isimdir. Düzdür bu. Burada ortaq da nümunə var. Ortaq baxımından mən nəyə görə baxım ortaq? Siz nə gözəlsiniz, yollar, ay yollar. Burada konkret bu nümunəyə dair verib də bizə. Gülşən. Gülşən. Gülşən xüsusi mümkün verilib də. Gülşən. Dursun bu, biraz burada nəsə şübhəli gəldi. Şəkilçi qəbul etmiş ilk söz gözəlsiz şəklində tələffüz olunur. Şəkilçi qəbul etmiş ilk söz gözəlsiz. Bəs gözəlsiz. Buna da aiddir axı. Bax uşaqlar, şəkilçi qəbul etmiş ilk söz burada budur, burada da bu sözdür. İkisi də gözəlsiz kimi tələffüz olunur. Onda 2 ortada olmalıdır. Deməli, səhv yerə verilib. İkiniz çıxıram variantlardan, çıxıram. Deməli, 4-5 civdə. Bu hazır. Bir neçə oldu ki, bir düzdə. Biri hələ heç nə demədim. Bir nəyə görə qaldım? Cavabda da yoxdur onsuz da. Gözəlsiz və Gülşən sözləri quruluşca və qrammatik mənasına görə bir-birindən fərqlənir. Düz olsa cavabımızda olaraq, cavabımızda yoxdur bu nümunə. Gülşən. Gözəlsiz. Burada gözəlsiz sifətdir. Leksik mənası olmasa da cümlənin emosionalı artıran söz işlənmişdir. Leksik mənası olmasa bir ədatdır burada. Burada da leksik mənası. Məsələn, burada nə ədatdır? Deməli, 3 səhv yerdə yazılır. Bu da ortaq olmalıydı. Ona görə səhvdir. Bəs 6 biz ya 4-5 götürmək, ya 4-5-6. Amonimliyə malik əsas və köməkçi hissəsi işlənmişdir. Əsas və köməkçi hissəsi. Məsələn, 1. Burada köməkçi hissəsi ədat. Nə burada ədat? Buradan başqa yerdə bir say ola bilər. Nə əvəzlik ola bilər? Əsas və köməkçi hissəsi işlənmişdir. Zindan. Burada əsas nitq hissəsi baxımından amonimdir. Biri var həbsxana mənasında zindan. Bir də var dəmir döyən alət var. Zindan.
Deməli, köməkçi də burada amonimdir, əsas nitq hissəsi də amonimdir. İndi bu tərəfdə nə ədad baxımından, köməkçi baxımından da amonimdir. Yollar da isimdir. Bir də var ki, əda yolmaq fiili. Yəni, əsas nitq hissəsi də nəticədə amonimdir, ədad da nəticədə amonimdir. 6 hər ikisi üçün doğru fikirdir. Cavab 4, 5, 6 olmalıdır. Mən təzədən 1-ə qayıdıram. Gözəlsiz və güclən sözləri quruluşca fərqlənir. Bir sadə. Birinci düzdür məncə, amma sadəcə variantda birini deyə götürə bilmirik də. Ola bilər. Çünki nəyə görə saxlam? Dedim, yəqin bu tərəfdə nəyisə diqqət yetirmirəm. Konkret Gülşən sözü sol üstünə aiddir. Ola bilər. Elə testlər olsa görürük. Biz doğru olub da variantda gəlməyən nümunə. Amma dim üçün, məsəl üçün, belə testlər yaxşı test hesab olunmur. Dimdə biz onu demək olar görmürük. Amma testdən gedişatına müvafiq cavab çıxarırıq. Səhvləri çıxanda cavabımız 4, 5, 6 qalır. Bunun da izahını belə veririk. Səhvləri çıxanda uyğun variantımız 4, 5, 6 qalır. Belə. Sonra 15 uşaqlar... var müəllim. Nə? 15 15 var. var. 18. Əvvəl 15-ə baxaq. Aşağıdakı fikirlər doğru, yanlış, doğru, yanlış ardıcılmalıdır. Hansı variant bu ardıcıllığa uyğun deyil? Aha. Deyir, ismin bütün cümlə üzvləri vəzifəsində işlənə bilər. Bax, bu doğrudur. Sifət bütün cümlə üzvləri vəzifəsində işlənə bilmir. Sifət uşaqlar bütün cümlə üzvləri vəzifəsində ola bilər. İsmi xəbər ola bilər, təyin ola bilər, istisna olaraq tərzərəkət zərfliyi ola bilər. Sonra mübtəda isimləşib ola bilər, isimləşib tamamlıq ola bilər. Bilmir dediyi üçün mən nümunədə deyirəm, hamısı sifətlər cümlə üzvləri kimi bütün cümlə üzvləri ola bilər. Deməli, yanlışdır bu. Feili sifət bütün cümlə üzvləri vəzifəsində işlənə bilir. Feili sifət mübtəda ola bilər, isimləşib, tamamlıq ola bilər, isimləşib, öz mövqeyində təyin olur. Sonra xəbəri şəkilsin qəbul edib xəbər olur. Feili sifət səbəb zərfliyi olur, yəni bütün cümlə üzvləri vəzifəsində ola bilər. Əvəzlik bütün cümlə üzvləri vəzifəsində işlənə bilmir. Əgər deyiriksə, sual əvəzlikləri, nitq hissələrinin hamısını əvəz edə bilir, deməli, əvəzlik həm də bütün cümlə üzvləri vəzifəsində ola bilər. Amma deyir, bilmir. Deməli, yanlış, bu da yanlış. Qaldım Y-də. Zərf bütün cümlə üzvləri vəzifəsində işlənə bilmir. Səhvdir, uşaqlar. Zərf, xüsusilə yer zərfləri bütün cümlə üzvü vəzifəsində işlənə bilir. Deyirəm, yuxarı təhlükəlidir. Hara? Mübtəda. Yuxarıya çıxma, haraya? Uzun yer zərfliyi. Yuxarılara şikayət etdi. Kimlərə? Tamamlıq. Yuxarı mərtəbə təhlükəlidir. Hansı mərtəbə? Təyin. Yolumuz irəlidir. Haradır? Bu da xəbər. Deməli, burada yanlış olmalıydı. Ona görə cavabımız Y. Burada isə doğrudur. Mən bir sual verə bilərəm. Buyur. Tamamlıqla zərfliyi necə ayrılır? Yadından çıxıyor. Sualına görə ayırsan. Yəni kimə, nəyi olanda Kimi, nəyi, haranı tamamlığın sualıdır. Kimə, nəyə, kimdə, nədə, kimdən, nədən tamamlığın sualıdır. Haraya, haradan zərfliyin sualıdır. Bir dənə təsirlik halda hara sualını sən, haranı tamamlığa aid edirsən. Qalan məqamlarda haraya, harada, haradan zərfliyə aiddir. Kimə, kimi, kimdə, kimdən tamamlığa aiddir. Bir də tək başına hara sualı da ola bilər zərfliyin sualı, əgər paralelində haraya sualını da verə bilirsənsə. Hara gedir, haraya gedir, ikisini də deyə bilirsənsə zərflikdir. Yox, sadəcə hara desən, mübtədadır. Sağ olsun. 17 var müəllim. Buraxılmış durğu şairələrini müəyyən edin. Yaşlı kişi, bax görürsən cümlənin ortasında böyüklə başlayır. Deməli, yaşlı kişi nədir? Müəllifin sözüdür. Müəllifin sözü sonra vasitəsi nitq gəlib ki, böyüklə başlayır. Onda nə olmalıdır? Qoşa nöqtə olmalıdır və dırnaq açılmalıdır. Çünki nəsr formasında gedir, dırnaq içində verilməlidir. Nərmin? Uşaqlarım, nəvələrim bir sözlə. Aha, bu həmcins olduğu üçün həmcinslər arasında vergül. Həmcinslərdən sonra ümləşdirici söz gələndə nə olur uşaqlar?
Nə olur uşaqlar? Həmcins, Olmur da. ümumiləşdirici olanda tre, ümumiləşdirici əvvəl olub, qoşa nöqtə, həmcins. Həmcins, ümumiləşdiricisi tre, bir sözlə. Siz hələ yorğunsunuz, siz hələ son zəngin təsirindən çıxmamısınız. Gücbələrlə cavab alıram sizdən. Bir sözlə yekunlaşdırıcı sözdür, tre vergül olur. Bütün doğmalarım mənə baş çəkir. Cümlənin ortasında xəbər gələrsə, xəbərdən sonra vergül, çünki cümlənin davamı gedir. Qayğıma qalırlar, dedi və yanımda oturub kiçik qızın saçını nəvazişlə oxşadı. Dedidən sonra bütünlüklə müəllifin sözü getdiyi üçün daha orada vergül treyə ehtiyac yoxdur, amma vasitəsiz müəllifdən ayrılanda vergül tre. Nə olur onda? 1, 2, 3, 4 dənə vergül, 1, 2 dənə tre, qoşan nöqtə və dırnaqlar. Dırnaq yox, dırnaqlar. Cavabımız ev olur. Aydındır uşaqlar. Bəli. Bəli, mən. Sonra uşaqlar, sonra. 22 var. 18. Verilən şərtlərin hər birinə uyğun gələn variantları seçin. Tərkibində ismin halını dəqiq söyləmək olmur. Nöqtənin yerinə Əhməd sözünü artırsa, ismin halı dəqiqləşər. Əhməd tələbkarlığı getdikcə artırdı. Adlıq alır da. Hər birinə uyğun gələn variantı seçdir. Tərkibindəki ismin halını dəqiq söyləmək olmur. Əhməd tələbkarlığı getdikcə artırdı. Özünün tələbkarlığını getdikcə artırdı da. Yəni tələbkarlığı nəyi uyğun gələn dəqiq söyləmək olmur. Məndə qeyri-müəyyən yeri olur da. Əhmədin tələbkarlığı getdikcə artır. Qeyri-müəyyən yeri. Əhmədin tələbkarlığı. Adlı halda da Bir də deyirəm ki, Əhməd tələbkarlığı getdikcə artırdı. Yəni isim birləşmə kimi düşünüb Əhmədi qeyri-müəyyən yerlikdə düşünə bilirəm. Bir də adlıq düşünüb tələbkarlığı nəyi təsirliklə gedirəm. Nigar, qısaca buradakı ını həm mənsubiyyət, həm təsirlik hal düşünmə baxımından Əhmədi yerlik və adlıqda düşünə bildiyim üçün biri götürürəm. Məndə dəqiq söyləmək olmur. Söyləyə bilmədim də. Mən bilmirəm indi burada bu Əhməd adlıqdır, yoxsa yerlik. Mən də onu deyirəm. Tərkibli ismin halı dəqiq söyləmək olmur. Nöqtənin yerinə Əhməd sözünü artırsa, ismin halı dəqiqləşər. Hər birinə. İndi də dostunu axtarırdı. Məsələn, Əhməd dostunu axtarırdı, özünün dostunu təsirlik aldı. İndi də o dostunu axtarırdı. Burada bir fərq yoxdur uşaqlar. Yəni ki, elə də belə də təsirlik aldı. Burada almalar bitirir. Əhməd burada almalar bitirir. Kim? Yəni almaları bitirir. Qeyri-müəyyən təsirlik al. Burada Əhmədi dəqiq söyləmək olur. O bilirsiniz hansı nümunədir? Topluda da belə bir sual vardı. Bağında lalələr, nərgizlər bitir. Yəni O gedin. bir əmr kimi düşünə bilirdi, amma burada artı zaman verdiyinə görə düşünmək olmurdu, ancaq xəbər şəklidir. Yenə də olmur. Səhnəyə onlarla gənc çıxardı. Hə, biri var onlarla say baxımından, biri var ki, onlar ilə gənc çıxardı, amma səhnə isimdən söhbət gedirsə burada, Nigar, yönlük haldadır. Yəni mən bu ancaq bir mənalı düşünürəm. Burada iki cür düşündüyüm onlarla sözüdür, çaşmırıq. Heç nə, qaldı 5. Sərnişin gözləyir. Bu təkrar bir nümunədir. Sərnişin də gözləyirdi. Biri var sərnişini gözləyirdi. Bir də var sərnişin indi gözləyir. O mən adlıq və qeyri-müəyyən təsirlik kimi 1-5 cavab Y-dir. Bildiyin Nigar nə dedim? Bildim mən. Hamısı aydın oldu. Bəli. 22 kim demişdi? Mən. Nöqtələrin yerinə yazıla biləcək sayıları müəyyən edin. Bu qaydanın Mən 1-6 yazdım. 1-6 olan variantdakı yox axı. Bir sıra, bir sıra. Ayda mən qarışdırmışam. Aydındır. Hə. Yəni bu qayda tətbiq edib. Kimdəsə başqa problem var mı test?
Yəni Evil cəmdə var. veribsə bir sıra, bir çox olmasın, çox, çoxlu, onlarla, yüzlərlədən də sonra tək də olar, cəm də olar. Bunu da götürək. Bir ümumiyyətlə zərfdir, bunu silməlisən. Bir də sıra sayından sonra gələn isimlər cəm ola bilər də axırıncı. 1, 3, 5. Mən çoxlarla larca həm tək həm də cəm orada düzdür. Bəli, onlar çox, çoxlu, onlarla, onlarca saylarından sonra gələn isimlər həm tək ola bilər, həm cəm ola bilər. Hə. Sonra uşaqlar, 24. 23 var. hansı cümlələrdə həm tabisi, həm də tabeli bağlayıcısı işlənib? Zəkət, bağlayıcı deyirsə mən buna, yəni oxumasam görəsən cavab ala bilərəmmi sizcə? Ki, Yox, bütün məqamlarda tabeli bağlayıcısıdır. Hə, amma bəzi məqamlarda amonimlik xüsusiyyəti olduğu üçün cümləni bizə müəyyən edəcək. Və tabesilik bağlayıcısı. Yəni bu avtomatik mənə burada deyir ki, sən həm bunu, həm də bunu götürə bilərsən. Səbsə, sağ şərtdir bu heç. Əgər nədir? Şərt bağlayıcısı tabelilik. Şübhəsiz modaldır, tabelisi burada yoxdur, sildim. Hərçənd tabelidir, amma ancaq, lakin, əvəz deyə bildiyim üçün tabelisi qarşılaşdırmadır. Hərçənd tabeli güzərt, ancaq tabelisi qarşılaşdırma. 1-3. Həmin yığıncaqda professorlar, müəllimlər, ha belə tələbələr də, ha belə də hər ikisi uşaqlar. Nədir? Tabelsizlik, iştirak. Ona görə çıxdım. Çoxları nəinki məktəbə gedən uşaqları, hətta körpələri də özləri ilə bu qoşmadır. Bu da tabelsizlikdir, ha, üçü də. Ona görə cavabımız 1-3. Bitdi. 24 var mənim. 24 məndə də var. Müqayisə cədvəlinə əsasən cümlələrlə bağlı doğru fikirləri müəyyən edin. İndi bildinmi sən kimsən, nəçisən? Mi ilə bağlanıbsa indi bildinmi nəyi? Aha, deməli biz mınla bağlananda demişik ki, baş budaqda birinci budaq sonra baş olmalıdır. Əgər mı sual funksiyası daşımazsa. Burada mı var, cümlənin sonunda sual varsa, deməli mı'nın funksiyası nədir? Sual cümləsini yaratmaq. Yəni baş budağı bağlamaq deyil. Baş budaq nə ilə bağlanıb? İndi bildinmi? Yəni indi bildin sən kimsən? İntonasiya ilə. İntonasiya ilə də bağlanır. Nə olur? Baş budaq. Cümləmin sərhədi də buradır. Hər kəs qanacağına görə nə bacarırsa onu danışır. Fikrən sanı artırdımsa deməli tabelidir. Birinci tərəf budaq, ikinci tərəf başdır. Getdik. Baş cümlə həmçinin xəbərli sadə cümlədir. Baş cümlə, yəni burada mən birinci tərəfə baxmalıyam. Həmcinsimiz yoxdur. Bu budağa aid fikirdir. Fatimə. Ona görə də bu uyğun deyil. Tərkibində sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabedir. İkisi üçün də aiddir. Bu ikisi tabeli olduğu üçün iki ortada yazılmalıdır. Ona görə dəqiq sayılmır. Tərəflər bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümlədir. Bağlayıcı sözlə bağlanmaq nə deməkdir? Sual funksiyasını itirmiş əvəzliklərlə. Bu tərəf intonasiya idi. Hər kəs qanacağına görə bacarırsa. Hər kəs. Əslində hər kəs ki, o yerə ki, o vaxt ki tipli nümunələr bağlayıcı söz hesab olunur. Bu topluda da verilmiş bir nümunədir. Ki ədatı olan zaman. Hər kəs qanacağına görə nə bacarırsa danışır. Hər kəs ki qanacaq, eyni mənaya gəlir. Eyni mənaya gəlir. Onda da belə nəticəyə gələ bilirik ki, bir də təkrar etmiş oluruq ki, heç də bütün sual əvəzlikləri ya da sual əvəzlikləri ancaq bağlayıcı söz yox da, hər kəs ki, o yerə ki, o vaxt ki, tipli nümunələr də bağlayıcı söz ola bilər. Bunu da götürürük. Götürürük. Sözün quruluşca hər üç növündən istifadə olunub. Hər üç növündən, hər kəs qeyri-müəyyən olsun mürəkkəb, qanmaqdan qanacaq olsun düzəltmə, bacarmaq da olsun sadə. Bəs bu tərəfdə yox. Deməli, ancaq bura aiddir. 4 götürün. Tərkibində yalnız qrammatik mənası olan söz də işlənmişdir. Bu fikir nə deməkdir? Yəni, köməkçi hissəsi işlənib. Birinci tərəfdə mu sual ədatı, ikinci tərəfdə görə qoşması. Cavabımız da 5 olacaq. Fatimə, 3, 4, 5. Aydındır mənim.
Sonra uşaqlar. Keçək ədəbiyyatına. Hayır. Buyurun. 62 var məndə. 62. Çingiz Aytmatovun Gün var əsrə bərabər əsəri ilə bağlı yanlış fikri müəyyən edin. Yediqey sonda Sabitcanla ana beyit barədə söhbət edir, amma peşman olur. Bəli, peşman olur. Deyir, manqurtsan ki, manqurtsan. Bir yandan da ürəyi ağrıyır ona, amma peşman da olur. Tanskbayev vəzifəsini bəhanə gətirib üstündə danışır. Bəli, manqurt idi o da. Qazanqapın öldüyünü Yediqey Ukubala, bəli, Yediqeyin arvadı xəbər gətirir, düzdür. Qazanqapı vəsiyyətinə uyğun Malakunduçapda dəfn edir. Yox, onun Qazanqapın vəsiyyəti uşaqlar Sarı Özəkdə dəfn olunmağı idi. Sadəcə bu Malakumduçapa nəyə görə getməli olurlar? Sarı Özəkdə qarşılarına maneə çıxır. Düşünürlər ki, ev yox, bu da qırğızların torpağıdır. Ev yox, gedir orada bastırır, dəfn edilir. Sonra da Qazanqap Yediqey Qazanqapı yanında öz dəfn olunmağında hətta vəsiyyət edir ki, məni də o yanında dəfn edərsiniz. Bu səhvdir. Yəni özünün vəsiyyəti bu deyildi, Sarı Özəyi idi. Gözətçi rəisinə zəng etməyə Caydaq Ədilbəy, bəli, təklif edib deyə bilərik. 63 də var məndə. Salurun evinin yağmalanması ilə Qazanın oğlu və Uruzun dustaq olduğu boy arasında oxşar hesab oluna bilməz. Deməli, Qazan xanın məclis qurması ilə başlayır, ikisinə də ortaqdır. Uruz ikisinə əsir düşür. Sadəcə evin yağmalanmasında Qaragünə bayrağı qılınclayır. Uruzun dustaq olduğu boyda anası birinci gedir, bayrağı Burla xatun qılınclayır. Uruzun ailənin yeganə övladı olmadığı bilinir. Bu hardaydı ki? Böyle bir şey ikisində də yox idi axı. Düşmən bayrağının qılınclanması Uruzun dustaq olduğunda var idi də, deyirdi ki, anamla bacım mənim yasımı saxlasın. yağmalanmada yox idi. Bayraq qılınclama ikisində də var idi. Atasının başçılığı ilə xilas edilməsi Hər ikisində də var. yəni, bəli, şu C variant. 65-ə də bax. 65 yox, 66. Dəqiq. Bəli, bəli. Mən 66-da B çıxıb cavab. Mən də səhvdir. Uşaqlar, biz bunu axı sizinlə keçən dəfə hətta dərsdə Fatimə Yaradıcılığına aid. bəli, biz belədir. Hətta mən onu o nöqtədən sizə soruşdum ki, uşaqlar, hansı sırf-pəriyə aiddir, hansı yaradıcılığına aiddir? Ümumiyyətlə, Vaqifin artıq ola həm kəmalı gözəlin deməklə kamil gözəlliyə üstünlük verməsi bütün yaradıcılığına aiddir. Pərini də o qəbildən hesab edir. Amma yəni bu pəriyə aid deyil, bütün yaradıcılığına aiddir. Pərini də bundan hesab edir. Sonra? Belə bu yalnız kamili gözəllik olması pəridədir də. Hayf ki yoxdur da yoxdur belə bir şey. Yox, ümumiyyətlə hayf ki yoxdur, ictimai motivlidir. Orada elə bir şey yoxdur. Problemlərdən danışılırdı. Müəllim, 67 C variantına baxa bilərsiniz. Baxaq. Deməli, Amin, səsli qız poeması ilə yanlış fikri müəyyən etdir. Sadəcə C idi problem. Bəli, müəllim. Sonda azad olsa da, yenə tam mənasında azad ola bilmir. Tam mənasında azad ola bilmir. Yenə əminki sistem qurulur da. Burada deyir ki, qalib hökmdar məğlub hökmdarın hüzurunu çağırıraq. Onun can əvəzinə bütün sahibi malını mülk istəyir. Öyle bir şey yoxdur. Səhv dediyi üçün də B ola bilər. Burada tam azad olmaq bu qalib şahdan qurtulur da, onu öldürür, ondan qurtulur. Tam azadlıq fikri hələ tez idi. Yəni düz əsərdə o detallı qeyd olunmasa da, onu sən təsəvvüründə də düşünə bilərsən də. Çünki o barədə hələ tam məlumat da verilmir. Amma
Sonda azad olsa da tam mənasında azad ola bilmir. Hələ azadlığı tam ayağa qaldırmaq elə asan deyil axı. Çünki çox böyük itkilər vermişdi döyüşdə. Onlar B isə konkret olaraq səhvdir. Amin. Bəzi testlər olur ki, məsələn, oyunun fikrinin verilməsi, xüsusən ədəbiyyatda bizim əsərlərdə qeyd olunmur. Ədəbiyyat son 2-3 ildə anlamaya dayandığı üçün kitabda yazmayan məqamlar ola bilər. Biz özümüz o qənaətə gələ bilərik. Hə, orada da necə? Daha konkret cavabı görürsən ki, burada bir konkret səhvdir də. Bəs bu cümlə var ya da yoxdur, get gəlində qalanda özün düşünüb nəticə çıxara bilərsən ki, hə, belə düşünə bilərəm də, bu düzdür. Sonra 71. Zakirin Badisəba mənim dərd dilimi qoşması ilə bağlı yanlış. Aşiq səhər yeli vasitəsilə hə, Badisəba mənim dərd dilimi ulbuti zibaya dedim, nə dedi? Bəli, səhər yeli Badisəbadır. Sevgilisindən xoşuz görsə də, yox, onları ayırmaq senin əməlləri aşiqi çarəsi və salmış. Elə bir şey yoxdur. Yox. Onları Çünki ayırmaq Qasım bəy istəyən Zakirdə əğyar obrazı yox idi. Hətta deyirdi ki, sevgilisindən Bəli. xoşuz görmür, rəftar eləmir Bəli, yaxşı. maalesef oldu. Yəni əğyar ortada olan o üçüncü bir şəxs, ayıran bir şəxsdir. Ədəbiyyatda əğyar adlanır. Burada əğyar yoxdur. Elə ona görə də B səhvdir. 76. 71. Mən bu 71-də ada deyir arzularını. Orada yəni dərdindən söhbət açır da. Yəni mən ona görə Amil səhv olaraq götürmüşdüm. Yəni Ada deyir söylədin necəyin halımın, rəngindən yəni özünü heyvaya döndün deyir. Bəli, ada. Nigar, o ancaq həmin bəndə əsasən getmirsən ki, ümumiyyətlə səbaya başlayır, bütün şeiri ona müraciətən deməyə. Yəni birində xitab edir. Mən necə ki sözümün başında Nigar deyirəm, amma fikirlərim sənin nəzərdə tuturam. Ha, elə bir şeydir. Yəni Badisəba deyir, sonra başlayır bütün danışıqlar əslində Badisəbaya deməkdir. Yəni həmin fikrin sırf əvvəlində Badisəba deməsə də, lap başda bildirib də onu. Desək ki, hər bəndin əvvəlində Badisəbaya müraciət var, o heç, o səhvdir. Amma söhbət yəni kimin vasitəsilə çatdırmaqdır? Arzularını çatdırmaqdım. Yəni arzu sözünə görə səhv götürmüşdüm. Yəni arzusu budur da, onun dərdindən heyva kimi saralsı olmuşam, halım yoxsa dərdimi ona dedin. Yəni arzum budur ki, mənim necə halda olduğumu ona sən çatdırasan. Mənim arzum budur. Yəni burada arzular müsbət mənada yox. Halının mənfi olmağı ilə bağlıdır ki, mənim halım mənfidir, sən ona çatdır. Arzum odur ki, mənim halımı ona çatdırasan. Halım ona çatdır, biləcək nə var, nə yox. Əğyar yoxdur, üçüncü şəxs yoxdur burada. Bunu bir mənalı şəkildə qeyd edin. Mehriban, 73-də əruzla bağlı xüsusiyyətlərdən götürülə bilməz. Təfilələrin müxtəlif şəkildə qruplaşdırılmasından müxtəlif ölçülərin yaranması. Bu düzdür. Failatun, failun. Bu təfilələr bölgü demək. Təfilə əruzda bölgü adlanır. Hecada təkdir, ayaq, sezura, duraq deyiriksə, amma bu daha çox təfilə ilə gedir. Təfilələrin tərkibində bir səsi uzun, qısa. Yəni, bu təfilə sözü sizə çaşdırmasın. Təfilə bölgü deməkdir. Yəni, bölgülərin, hecaların tərkibində uzun, qısa tələffüz, bəhrin dəyişməsi dəyişir, bəli. Elə o uzun söz qısalığına görə bəhirlər fərqlənir, əruz olur, xəfif olur, rəməl olur. Uzun qısalığının aslı olmayaraq bütün misal... Bax, məsələn, sən təfilənin nə olduğunu bilmirsən, Mehriban, qarışdırırsan, nə bilim, birinci dəfədə bu sözü eşidirsən, hə, Mehriban, tutalım ki. Amma sən bunu bilməlisən ki, hecalarda sayca bərabərlik anlayışı, amin, nəyə aiddir? Heca bəzi. Vardır, heca vəzinə. Demək, cavabımız C ola bilməz. Əruzla belə bir şeydən söhbət gedə bilməz. Səbəb imtahanda da belə bir şey görə bilərsiniz. Testdən qorxmayın. Əmin olun ki, orada cavab sizi çağıracaq bir nümunəni mütləq qeyd ediblər. Sonra uşaqlar. Amma təfiləni inanmıram sizə qəbulda belə açıq soruşsun. Təfilə adətən sırf nəzəriyyənin verildiyi vəsaitlərdə qeyd olunur. Amma yenə də olsa belə cavab hazırdır orada bilmək olur. Sonra
Müəllim 74-də A 76. variantı orada səhv olmalı deyildi, amma düz gəlir. Rəhnamənin məzmunu ilə bağlı fikirlərdən biri səhvdir. Əsərin qəhrəmanı öz sevgilisini əvvəl yuxuda, sonra Pərilər bağında görür. Niyə səhv olsun ki? Əslində amin eynidir də. Çünki yatır, xabə yetdimdir sərv altında, yuxuda görür. Sonra da gedib Pərilər bağında, həqiqətən də onu gedib görür. Müəllim, o getmir də Pərlər bağına, ancaq məktub göndərirdi. Axırda gedir də, axırda gedir. O məktubdan sonra gedir. Halalı halıb ayrılır. Bəli, müəllim, yadıma düşdü, bəli. Başqa problem var burada? Xeyr, müəllim. Yaxşı. Sonra uşaqlar 76 var. Bəli. 76-da fikirlərdən biri Şəhrəbanu xanıma aid deyil. Nə bilim, caha uşaqdır. Mesajordan beyninə salıb ki, Parisə qızlar gəlirlər, məclisə yığılacaq, uzaqca oturub dururlar. Ola bilər, aiddir. Mesajordan Şərəfli. yazıqdır, yaxşı adamdır. Hələ bircə də təqsir Şahbazı yoldan çıxarıb beyninə salıblar. Bəli, orada Məstəli Şah gələndə 3 təklif irəli sürür də. 3 təklif irəli sürür. Nədir deyir? Mənim cavabı A verişli. A veriblər. Niyə? Nəyə? Şərəfli deyir də müəllim onu. Şərəflisə deyir də müəllimə. Mesajordan yaxşı adamdır. Hələ bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parisə getməyə beyninə salıb. Nə bilim, cahil uşaqdır. Mesajordan beyninə salıb ki, Parisdə qızlar gəlirlər məclislərdə. İlk məclisdə anası soruşur. Bunu da şərhnisə belə deyir. Hə, bu hissəyə O baxdım. deyil. Çox bəli. Çünki məclislərdə qızlar gəlirlər üzü açıq otururlar. Bu məsələni Şərəfnisə dilləndirir. Düzdür. Bu hissəsini diqqət elədim. Bu mesajordan yazıqdır, gül gətirərdi deyir, onun Şərəfnisə deyir, o da istəmir mesajordan boynu vurulsun. Şəhrəbanudur. 77 var müəllimə. Füzuli, Qasım bəy Zakir həm lirik, həm epik qələmlərini sınayıblar. Düzdür. Füzulinin poeması var, şeiri var. Zakirin də mənzum hekayəsi var. Ona görə bu düzdür. Axundzadə nəsr əsərin müəllifidir, Axundov kimi. Füzulinin Nişancı Paşaya məktub adlı şikayətnamə adında nəsr əsəri var. Axundovun da nəsr əsəri Aldanmış Kəvakib povesti var. Bu da düzdür. Xətai ana dili poema müəllifidir. Füzuli, Leyli və Məcnun. Xətai də Dəhnamə. Deməli düzdür bu. Sabir məhəbbət məzmunlu şeirlər müəllifidirlər. Məhəbbət məzmunlu ola bilər, məhəbbət məzmunlu. Sabirin uşaqlar nə qədər satirik məktəbin ən yüksək zirvədə duran nümayəndəsi olsa da, Sabir müəllimi Seyid Əzim kimi ancaq əruzda yazır. Bir adam ki, əruzda yaza və qəzəl yazmaya, özdəki onun əruz nümunələrində lirik qəhrəman cəsarətli təsvir olunur. Füzuli də onsuz da başdan başa məhəbbət mövzusunda qəzəllər yazıb. Ola bilər. Qutqaşınlı həm nəzm, həm nəsr əsəri müəllifidir. Biz Qutqaşınlı nəzmini bilmirik. Qutqaşınlıda 1835-də Varşavada Rəşid bəy Səadət xanımı Fransa daha doğrusu bilirik, Fransız dilində. Varşavada çapılın Fransız dilində. Nəsr əsərdir, hekayədir. Nəsrlə ədəbiyyatımızda iki hekayədir, amma Fransız dilindədir. Amma nəzm əsərini Qutqaşınlıla bilmirik. Cavab ona görə E variantı. Sonra uşaqlar 82 var. Dəli Kür romanı ilə bağlı doğru fikirləri müəyyən edin. Əsərin baş qəhrəmanı Cahandır ağa xarakterci mürəkkəb ziddiyyətlidir. Məncə burada problem yoxdur. Hamımız bu fikirlə razıyıq. Hə uşaqlar? Bəli, bundan razı. Bəli, bunu dəfələrlə təkrarlamışıq ki, Cahandır ağa, Rüstəm bəy, sonra Keçəl Həmzə, bunlar ədəbiyyatımızın ziddiyyətli obrazlardır. Şamxal yeniliyi Şamxal yox, Şamxal atasının tərəfində olduğu üçün onlar yenilik deyil. Yeniliyi kim idi? Əşrəf. Əşrəf idi, bəli. Niyə görə Əşrəf idi? Təhsil aldı. Qoru müəllimlər səni. Qoru müəllimlərdə həsil aldığı üçün. İkinci sən çıxmalısan variantlardan. Çıxırsan, cavab hazırdır. Amma 2-ni götürmüşəm ona görə. Şamxal atası deyir ki, Cahandır ağa nə qədər Şamxalla üz-üzə gəlsə də, ya Şamxal nə qədər atasının üz-üzə gəlsə də, əslində Cahandır ağanın davamçısı məhz Şamxal idi. Yeniliyi təmsil edən isə Əşrəf idi. Çünki Qoru müəllimlər seminariyasını oxuyan və Göytəpə kəndindən sadəcə bir nəfər var, o da Əşrəf idi. O artıq yenilik sayılırdı.
Hı. Sonra. Yoxdur uşaqlar başqa. Nəysə. Aha. Deməli, Elsəvər deyir ki, Cabir Novruz mən bizim anaları günəşlə tən tuturam, amma Cəfər Cabbarın ana şeirinin oxşar cəhəti deyil. Sözə sıxmayan ana adının ucalığı mükəmməl boyalarla tərənnüm edilib. İkisi də müsbət yöndə yazıldığı üçün tərənnüm ola bilər. Lirik qəhrəman ana laylasının dəyərini övlad üçün əks etdirib. Bu hər ikisində var idi ki. Ola bilər hər ikisi. Sadəcə burada indi biz baxaq Xırdalı məzmundan mı gediblər? Məzmun o zaman şeiri əzbərindən dayanmaq lazımdır. Yoxsa ümumi anlayış olaraq bədbin, nikbi nöqteyi nəzərdən mi gediblər? Müsbət fikirdir, ola bilər. Lirik qəhrəman anaların qarşısına əyilməyi səadət sayır. Ola bilər. Tərənnüm əsasında bəndlər ola bilər. Ananın gecə gündüz övladı üçün əziyyət çəkməsi gələcək arzuların ifadə olunmuşdur. Ananın arzuları ifadə olunmur. Cəfər Cabbarın anasında, uşaqlar, Cəfər Cabbarın anasında ananın arzuları ifadə olunmur. Balanın ana üçün arzuları, fikirləri ifadə olunur. Ona görə Y səhvdir. Yəni B-də, C-də, E-səvər bəlkə şübhəli qala bilər ki, bu şeirdə var idi, bəlkə yox idi, şeiri falan yeri yadından çıxdı, amma məzmun olaraq baxanda, ona görə dedim, uşaqlar, bu tip şeirlərdə iki cür gedə bilərik. Məzmun olaraq bilirsən, amma əzbərə cümlə yadına düşmür. Elə olanda, məsələn, bu tip gedişatda cavab ala bilərsən, E-səvər, məzmun baxımından. Ola bilər ki, ən çətin formada şeirin içindən misra gəlsin, o əzbərə dayanan bir nümunədir. Eşitdiyim çox vaxt onun tərəfində olmur. O daha çox anlamayla, məzmun. Yəni, burada ikisinin də müsbət getdiyini, övlad tərəfindən getdiyini düşünsə, Y variantı yanlışdır. Sonra Məmə bir dənə də 81-ə baxaq da. deyir ki, Fatimə, Əkinçi neylərdən ilahi, əsərlərin uyğunluğu müəyyən et, əruzda həzəcdə yazılıb. Bu ikisi üçün də keçərli fikirdə orada yazılmalıdır. Bəndlər formasında əkinçidir, neylərdə beytlər olduğu üçün bu düzdür. İnsan təbiətindəki cəhalət, ətalət tənqid olur. Bu, insan təbiətindəki cəhalət, ətalət tənqid olunur. Ümumiyyətlə, insanlığın taleyindən narahat olan Sabir, bax, bu əsəri yazıb, bu düzgündür. Müraciətlə başlayır. Hər ikisində də var da, biri mülkədara, biri Allaha. Bəli. Ona görə də ortada yazılmalıydı. Şeir yadıma salırdım. Sonda müəllifin adı və təxəllüsü işlənməyib, heç birində işlənməyib. Tipi özdən danışdırma üçün istifadə olunub. Yox. Əkincisi tip öz dilindən danışır, amma neylə ilahidə danışmır. Ona görə səhv. 2, 3, 5 cavab A-dır. Düz ikisi də satirik əsərdir. Amma burada tip öz dilindən danışmır. İnsanlığın taleyindən narahat olan və cəhalət, ətalət tənqid olunan əsərdə müəllif çıxış edən. Sonra uşaqlar. Yaxşı, səsiniz gəlmir. 84 mənim. Dağlar qoşması ilə bağlı uyğunluğu müəyyən edin. Bahar hansı müsbət, hansı mənfidir burada? Bahar fəsli yaz ayları gələndə. Müsbətdir. Gələndə nə demişik? Birinci Bu müsbət. Hə, gələndə müsbətdir demişik. Ona uyğun üstəgəl qoyuram. Növbəhardan keçəndə, gedəndə burada mənfi, bədbin yəni. Müəllif özünü məzəmmət edir. Ölsün Ələsgər tək qulların dağlar. İkinciyə aiddir. Bəli, özünə ölümü ikincidə arzulayır, səhvdir bu. Şeirdəki ağ xələt bürünər metonimiyadır. Ağ metonimiya deyil, axı metafordur. Ağ xələt bürünər, yəni insana xas xüsusiyyət köçürülür, bu da səhvdir. Qoşqar Murov qonur kəpəz kimi dağların adı çəkilir. Bəli, buradadır. Dağların 4 fəsildə təsviri verilib. 4 fəsildə necə olur, qəşəng olur, gözəl olur. Bu birinciyə aiddir. Bunu da buraya yazdıq. Sonuncu bənddə bədii xitabdan istifadə edilib. Bədii xitab, bəli, ikisinə dağlar deyir də uşaqlar. Dağlar dediyi üçün bədii xitab ola bilər. Sonda müəllif adını çəkir, ancaq özünə müraciət etmir.
Qoşmadır ikisi də. Qoşmanın İkisi də. qıssası budur ki, sonda müəllifin adı olmalıdır. Ancaq demir ki, ey Ələsgər, ay Ələsgər, demir axı. Düzdür, onda özünə müraciət yoxdur, amma adını çəkir. Ola bilər. 3, 5, 6 qalır cavabımız. Oldu mənim çox. Başqa var sualınız uşaqlar? Bilmirəm, qurtardım. Bilməm. Xeyr. Xeyr, mənim yox. Yaxşı. Yekunlaşdırırıq. Oldu uşaqlar. Sağ olun. Görüşmək üzrə. Sağ olun, məndən.